Abdominal damarlara ultrasəs müayinədə bir bələdçilik edək. Abdominal ultrasəsdə damarlar bizim üçün yol xəritəsidir. Ən böyük orientir aşağı boş venadır. Qaraciyərin arxasından keçir və ürəyə gedir. Qaraciyərdən çıxan sağ, orta və sol hepatik venlər birbaşa aşağı boş venaya açılır və ultrasəsdə divarları nazik şəkildə görünən damarlardır. Bu damarlar qaraciyərin funksional paylarını ayırmaq üçün əsas landmarkerlardır. Hər segmentə, hər paya qidalanma üçün bir damar gedir, damar şaxəsi gedir ki, biz bunu qaraciyərin ultrasəs müayinəsində Dopplerdə ağac şəklində izləyə bilirik, ağacvari görüntü əldə edə bilirik. Portal ven qanı qaraciyərə gətirir, qalın divarlı olur və qaraciyərə daxil olduqdan sonra sağ-sol şaxələrə ayrılır. Portal venin genişlənməsi portal hipertenziya şübhəsini ilk öncə ağlımıza gətirir. Portal venin əsas hissəsi yuxarı mezenterik ven ilə dalaq venasının birləşdirməsindən yaranır. Yəni, yuxarı mezenterik ven də bağırsaqlardan gələn qanı daşıyır ki, bu çox önəmlidir ultrasəs müayinədə. Dopplerdə biz sakit, kompressiya olunan damar kimi izləyə bilirik. Həmən bu yuxarı mezenterik veni. Və yuxarı mezenterik arteriya isə tam fərqlidir. Pulsativdir, venanın əksinə olaraq arteriya qalın divarlıdır, pulsativdir və bağırsaqların əsas arterial qidalanmasını təmin edir. Doppler burada çox önəmlidir. Pankreas bu damarların ortasında yerləşir, normalda damarlar səliqəli izlənilir, lakin pankreatitlərdə, pankreas xərçəngində bu damarlar sıxılmağa başlayır, yerini dəyişir və itir. Xüsusilə pankreas başı şişlərində öd yollarının genişlənməsi ultrasəs müayinədə diqqətimizi çox çəkir. Dalaq portal sistemin, belə deyək də, güzgüsüdür. Mən hər zaman bunu qeyd edirəm. Dalaqda qatılaşmış, burulğanvari damarlar görürüksə, bu çox vaxt portal hipertenziyanın erkən əlamətidir. Qısa desək, abdominal ultrasəs müayinədə damarları əgər radioloq detallı tədqiq edirsə, patologiyanı da rahatlıqla aşkara çıxara bilir. Radiologiyada əsas vahid damarları izləmək və səbəbi tapmaqdır.